universitetin rektorunu konduktor seçməlidir. Tələbələrlə müəllimlər bir yerdə 2-3 namizat verirlər, səsə qoyurlar, birini seçirlər. O seçilən adam kimə borçludur konduktora? Hər ilin axırında onların qabağında hesabat verməlidir. Ama bu falan kesin dayısı oldu, onun birisi kızındır, bu bunun yerisidir deyip adam koyurlar ona. O da diyor ki, gelip oturmuşam, bu benim dedemin pıtkasıdır. Ancak öz üçün istəyir. İnisiyatif qalır qıraqda. Çünkü hesabat vermir bunlara. Ve bunun qəbuluna düşmək üçün həftələrlə qəbuluna yazırlar. Ama sen kimsən? Sen adicə bir təhsil işçisən. Rektorun otağında tutsun. Sen ne ihtiyarın var? Sen qəbuluna 10 günlərlə adam görmüyor. Biabırçılıqdır. Ben nazir idim. Benim kapım hiç bağlı olmuyor. Köməkçilərime təqsim kim gelir bırakın içeri gelsin. Adamın sözü var bu gelsin desin.